Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Elhamdülillahirrahmanirrahim. Elhamdülillahi gafurur rahim. Allahumme entallah la ilahe illa entel vahidul ahadus samed ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşlerim. Aleykümselam. Adab bölməsində İmam Nəvəvi rahmetullahi aleyhin bizler üçün işlədiyi, bir araya topladığı Sünnet-i Saniye'nin bəhrəsi olan çox gözəl bir bölümdəyik ki, burada da yenə ədəbin əsli olan qonağı çağırmaq və həmən qonağı necə qarşılamaq və yola salmaq haqqında bizlərə İmam rahmetullahi aleyh ayətlərin və hədislərin bərabərində çox gözəl bir dərs anladır. Çox gözəl bir tərbiyə metodunu izah edir. Allah Azze ve Celle ayet-i cellede buyurur ki, bu mövzuyla bağlı: Ey Muhammed, İbrahim'in qarşılanan qonaqlarının xəbəri sənə gəlmədimi? Hansı ki onlar İbrahim'in yanına gəlib çatmışdılar və salam vermişdilər. Salam verib belə demişdilər: o da sizə də salam olsun deyə onlara cavab vermişdi. Bunlar tanınmamış, yani yad olan kimsələr idi. Bilirsiniz də, 2 dənə mələk gəlir İbrahim Aleyhisselamın yanına və İbrahim Aleyhisselamı müjdəliyirlər ki, hansı ki ondan sonra İbrahim Aleyhisselamın yanından ayrılaraq Lut Aleyhisselamın yanına gedirlər və Lut Aleyhisselama da qövmündən sənə inananlarla bir yerdə qövmünü tərk et, çünki Allahın qəzəbi bura düçar olacaq, hasil olacaq deyə xəbərdarlıq etmişdilər. Və deyir, qonaqları heç o bəldədə görsənməyən və onlardan heç birinə bənzəməyən surətdə onların arasına varmışdı. Və hiss etdirmədən o ailəsinin yanına gedib pişirilmiş təmiz bir, bizdə buzov deyir, ayətdə buzov keçir. Yəni bir heyvanı, böyükbaş heyvanı, pişirilmiş böyükbaş heyvanı həmən qonaqlarına ikram edir. Onu qabaqlarına qoyur və deyir ki, yeməzsizmi bundan? Baxın, burada ayət-i cəllədə hikmət sahibi kimsələr, müfəssirlər də onların başında olmaqla çox incə bir nüansı gözlər önünə çatdırır. Çox incə bir nüansı. O nədir? Ümumiyyətlə bir insanı çağırdın və yaxud da çağırmadın. Heç bir fərqi olmadan. Əgər bu gələn müsəlmandırsa, sənin üzərində 2 haqq var. Onu qarşılama, onun özü ilə bərabər gətirdiyini yəqinində olmaq və ona gözəl şəkildə ikram eləmək ki, Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, Allaha və ahirətə iman eləyən qonağına ikram etsin. İkram etmək budur ki, qardaşlar, ikram ümumiyyətlə qonağın qarşısına bir şey qoymaqdan savayı qonağı gözəl şəkildə qarşılamaqla başlayır. Qonağı gözəl şəkildə qarşıladıqdan sonra ona öz evində sahib olduğu rahatçılığı təmin etməklə başlayır. Yəni elə bir situasiya formalaşdırmalısan ki, orada qonaq olduğunu unutmalıdır. Müəyyən belirlənmiş günlər var ki, onsuz da onu bir müsəlman özü də bilir qarşı tərəfdən. Sən də bilirsən ki, bu saatları və günləri bilən bir insandır və mənim hazırki halımı bilən bir insandır. Onsuz da onda heç bir tərəddüdə yol vermirsən. Və onu gözəl şəkildə gülər üzündən qarşılayırsan. Evində özünə layiq bildiyin, özünə xoş olan yerlərdə otuzdurursan və özünün yiyəcəyin qidalardan, yəni həmən o Allah-u Teala'nın lütf etdiyi nemətlərdən yedizdirirsən. Və ona əlindən gələn bütün imkanları təqdim edirsən. Qalmaq imkanını, rahatlıq imkanını, təmizlik imkanını, əlindən nə gəlirsə artıq Allah sənin üçün nələri asanlaşdırıbsa və getdiyi zaman ondan duasını alırsan. Baxın, önəmli ünsürlərdən birisidir ki, getdiyi zaman qonaqdan duasını alasın. Hansı ki, bunu belə mən sənə falan şeyləri etmişəm, haşa və kəllə. Bunun müqabilində sən mənə dua et deyə yox da, Allah Resulü sallallahu aleyhi və səlləmin səfərdə olanın, qonaq gedənin getdiyi evə dua etməyinin əfzəl olduğunu, insanın, yəni müqim olan, ev sahibi olan kimsənin onlara gələn bir insandan dua almağının müstəhəb olduğunu Allahın izniyle hem özüne hem de karşı tərəfə xatırladaraq
böyük bir Allah-u Teala'nın izni ilə böyük bir belə deyək faydaya nail olmuş olursun. Yoxsa Allah qorusun. Bu dəqiqə biz görürük ki, həqiqətən namaz qılan insanlar var ki, evlərinə qonaq gəldiyi zaman üzünü turşudur. Bilirsiniz nədən asıl? Nədən irəli gəlir bu? Elə zənn eləyir ki, qonaq gəldiyi zaman onun lüksünü daraldacaq. Yerini daraldacaq. Qonaq gəldiyi zaman ona boğaz olacaq. Qonaq gəldiyi zaman öz rahatlığından gedəcək, o rahatlığa qonaq sahibi olacaq. Qonaq gəldiyi zaman müəyyən evində icra etməli olduğu şeyləri tam olaraq edə bilməyəcək. Hansı ki, insan boş insandır, rahat insan. Hansı ki, bir şey icra etdiyi də yoxdur evində. Müəyyən dursun, məsəl üçün, belə deyək, viridləri olsun, müəyyən ailəsi ilə dərsləri olsun, müəyyən bir otuzdursun, gündəlik və yaxud da bir gündən bir zikirləri olsun. Belə bir şeyləri yoxdur, amma insanın hansı rahatçılığını alır? Televizor rahatlığını, insanın telefon rahatlığını. O danışmaq istəyəcək, mən gəlir onu dinləyim. Qonaq birdən nəyisə xatırlatma eləyər və nədənsə danışmaq istəyər. İstəyir dünya yönündən, istəyir axirət yönündən, gələk mən onu dinləyim. Dinlə də nə edirsən? Ələskər yazırsan, İmam Nəvəvi kimi. Yoxsa Riyaz-ı Salihin yazırsan. Yoxsa qaqaz əti, yəni o əti də belə deyək, bərkəti, yeməyi vaxtına israf bilən alimlər kimi həyat yaşayırsan. Ki, mən sulu yemək yiyim, sulu yemək yiyim. Yemək vaxtımı tez qısa eləyim ki, gedim mütaliə eləyim. Qardaşım, qarşıla da. Onsuz da bir şey etdiyin yoxdur. Allah-u Teala dünyanın və axirətin faydasını göndərib də sənin qapı və ayağına. Onu gözəl şəkildə qarşıla, onu lazımı qədər dinlə. Bəlkə səndən faydalanacaq, bəlkə sən ondan faydalanasan. Onsuz da bir kitabları, bir neçə kitabı və yaxud da birdən olsun kitabı oxuyacaq potensialda insan deyilik. Anlaşıldı mı? Yəni, bu hamıya şamil olunan bir şey deyil. Aramızda barmağın ədədi qədər, sayı qədər bir neçə qardaşımız bunu edir. İstər günün bəzi saatlarında, istər gecənin bəzi saatlarında bir qədər oxuyur, Allah bərəkət versin, sözüm onda deyil. Lakin, onsuz da bu kitabla bizim yaxından uzaqdan bir əlaqəmiz olmadığı təqdirdə, bəlkə Allah-u Teala sənin içindəki hisslərin adını o insanın dodaqlarının arasından çıxan sözlərlə qoyacaq. Bilirsiniz də, İmam Əli radiyallahu anhu Teala deyir ki, Allah bəzən bir insan göndərər. Onun ağzından çıxan sözlər qövüldür bu. Sənin həyatınla bağlı olar. Sən ondan üst söndərərsən. Bəzən deyir, bir neçə misraya deyir, şahid olarsan, oxuyarsan, o misralar sənin həyatından bəhs edir, sən ondan üst söndərərsən. Bəzən deyir, bir müsibət, min nəsiyyətə fikir vermədiyindən dolayı, mən daha lorulaşdırıram hədis olmadığından dolayı, yəni qövüldü deyə, daha da fikirləri yaxınlaşdırmaqdan ötəri. Min nəsiyyətə qulaq vermədiyindən dolayı bir müsibətlə islah olmaq üçün Allah-u Teala sənə bir şeylər təsarruf eləyər, sən ondan üst söndərərsən. Dost olaraq Allahı istəməyən, zənginlik olaraq qənaətə üst tutmayan, yoldaş olaraq Qur'an-ı Azimüşşanı sədrinə basmayan və nəsiyyət olaraq ölümə fikir verməyən bir kimsəyə varacaq yer olaraq cəhənnəm yetərlidir. O da yetərlidir. Yəni, nə Allahın dostluğunu istədi bu adam, nə Allah dostlarının dostluğunu istədi, nə qənaət edib həqiqi zənginliyə çatmaq istədi. Burada o malının, pulunun çox olmasından getmir təbii ki, məsələn. Nə ölən bir insanın boş qəbrinə və yaxud da qəbirə verilməsinə baxıb da Allah Resulü sallallahu aleyhi və səlləmin nəsiyyət olaraq ölüm yetərlidir hədisini anlamağa çalışmadı. Bu insana nə yetərli oldu? Odur. Odur bu insana yetərli oldu. Ona görə qardaşlar, qonaq gəldiyi zaman həqiqətən Allah mənim üçün bu qonaqla, bu qonağı bura göndərməklə şübhəsiz ki, bir xeyir diləyib demək lazımdır. Bu insanın bura gəlməsi ilə. Ən azından günahıma kəffarət, süfrəmə bərəkətdir və cənnətimə vəsilə olacaq bir əməldir. 3 dənə şeysə. Çünki qonaq gəldiyi zaman Nəbi sallallahu aleyhi və sələm buyurur ki, özü ilə bərabər ruzisini də gətirər.
Hansı ki biraz dərrakəli adam fəhm edir ki, onsuz mülkün sahibi olan Allahdandır bu süfrəyə qoyulan və o qonağa ikram edilən. Bir şey nə vaxt ki insan özündən bildi, o zaman sıla-i rahimdən üz döndərər, qohum ziyarətindən. O zaman qonaq qarşılamaqdan, qonağa ikram eləməkdən üz döndərər. O zaman qonşu və qonşu haqlarından üz döndərər. Bu nə vaxt başlayır bu qardaşlar? Nə zaman başlayır? İnsan özündən bir şeyləri bildiyi zaman. Yox, bir şeyləri insan ümumi bütün kulli kainatda olan nemətlərin üzərinə hasil olmasını Allahdan bilən insan, haqların, hesabların Allaha dönüş edəcəyindən yəqin olan bir insan, məlumatda olan yox ha, yəqin olan bir insan, o zaman hər şeyi Allaha bağlayır. Allaha bağlayır və deyir ki, qonağa ikram edilən Allahdandır. Qonşunun haqqını gözətməyimin tələbi Allahdandır. Qohuma sıla-i rahim etməyimin üzərimdə haqq olması, üzərimdə vacib olması Allahdandır. Və bunların hamısının altında böyük müjdələr var. Məsələn, sıla-i rahim edin, çünki o ömrü uzadır. Bax, burada mütəfəkkirlər deyir ki, ömrün rəqəmini uzatmır, yəni. Rəqəmsal əmsalın irəli getməsi deyil məsələ. Ömrün bərəkət tapmasıdır. 40 il yaşayarsın, 45 il yaşayarsın, amma İmam Nəvəvi kimi yaşayarsın. Anlaşıldı mı? 63 il yaşayarsın, 63 il yaşayarsın. Bənzətmə verirəm, açıqları pəncərədən heç olmasa boylanmağa Allah-u Teala bizlərə nəsib eləsin. Həzrəti Əliyə meyilli olub yaşayarsan. Həzrəti Abu Bakra, Həzrəti Ömərə, Osmana meyilli olub yaşayarsın. Yəni, ömrünün bərəkətli olması, uzun olması demək deyil ki, biz bunu dərsimizdə zikr eləmişdik. Ona görə qonaq gəldiyi zaman, misafir olduğu zaman maksimum dərəcədə, üstün səviyyədə onun üçün nə edə bilirsənsə et. Çünki o qonaq Allahdandır ki, bax, İsa Aleyhisselamın qissəsini bilirsiniz də, əgər xəta edirəmsə düzəldərsiniz, bəlkə də Musa Aleyhisselamdır, amma mən oxuduğumdan İsa Aleyhisselam yadımda qaldı. Ki, qövmü ona deyir ki, bu qədər möcüzələr göstərirsən, şübhəsiz sən üstün vəsiflərə sahib birisisən. Elə isə Allahı çağır və bizi də çağır. Və bir masa ətrafında, bir süfrə ətrafında bizi ondan görüşdür. Biz onu görək. Həm o, Azza və Cəllə, həm də biz sənin qonağın olaq. Allah-u Teala ilə belə deyək, Allah-u Teala'ya əllərini açır, dua edir. Bir dənə bilirsizdə münacət edən Musa Aleyhisselamdır, danışan. Əllərini açır, dua edir və Allah Azza və Cəllə ona Cəbrail Aleyhisselamla vəhiy göndərir ki, qulum İsa'ya deyir ki, mən gələcəm. Allah-u Teala qonaq kimi gəlməyini bir insanın qapıya dayanıb da qonaq kimi getməsinin içinə bağlayır. Bax, hədisdə nə deyir? Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, Allah Azza və Cəllə buyurdu ki, xəstələndiyim zaman məni ziyarət etdinmi? Sənə gəldiyim zaman məni gözəl qarşıladınmı? Səni çağırdığım zaman mənə doğru gəldinmi? İnsanlardan birisi deyir ki, Allah Rasulü, Allah xəstələnməkdən bəridir, münəzzəhdir. Deyir, Allahı onun xəstələnən quluna ziyarət etdiyi zaman yanında taparsan. Yəni, burada razılığından gedir söhbət. Allahı sənin qapına gələn bir qonağın yanında taparsan. Yəni, rızasını. Sənin çağırıldığın zaman getməli olduğun, ki, icabət eləməli olduğun, ki, Nəbinin aleyhissalatu vesselamın sünnət-i səniyyəsidir bu, icabət eləməli olduğun dəvətdə taparsan. Bütün bunlardan insanoğlu bəridə qaldığı zaman haşa və kəllə nə onun ağız dolusu danışdığı, biz ona xırtdəkdən yuxarı deyirik, bir Allahın rızası qalar ortada. Ağız dolusu danışdığı bir Allahın rızası qalar. Nə də elə bir mübarək məsələnin nəticəsi hasil olar ortaya. Ona görə dəyərli qardaşlar, bir insan bütün bu şeylərin hər birində nisbi kamilliyi əldə etmək istəyirsə,
hər bir şeyi Allaha yükləməlidir. Bax, çıxardıb cibindən verdiyi, müəyyən işi icra etdiyi zaman qazandığı və özündən olduğu bir şey olaraq görməməlidir. Dəfələrlə demişik ki, bunu Qarun etmişdi onsuz da. Musa aleyhissalama iman etdiyini, onun yanında olduğunu, bütün çətinliklərdə bərabər olduğunu söyləyən bir insan. Musa aleyhissalam 40 gündən sonra qayıdır, ayətdə keçir 40 leylətən. 40 gecədən sonra, həmin o bərpa dönəmindən sonra qayıdır və Qaruna yaxınlaşır ki, Samiri böyük bir fitnə çıxartdı. Hansı ki, bunun üçün sənin dəstəyin lazımdır mənə. Bu ayətə bağlı qissələrdə gələn formasıdır məsələnin. Yəni, sahib olduqlarından ver də Allahın dininə dəstək olaq. O nə deyir? Deyir, bunların hamısı mənim elmimdən dolayıdır. Öz fərasətimdən, bacarığımdan dolayıdır. Allah-u Teala nə deyir? Deyir, biz onu sahib olduqları ilə bir yerdə yerin dibinə soxduq və gələcək nəslə nümunə elədik. Bu qədər nümunələr varkən, malla bağlı, özündən bilməklə bağlı, bu qədər şeylər varkən, biz onların heç birindən ibrət almırıqsa, vay bizim halımıza. Vay bizim halımıza. Yəni, həqiqətən böyük bir, bu nəfsi əmmarədir. O çirkin nəfslə mübarizə var. Birinci leveldir bu. Birinci etap, birinci addım. Ki, biz onu çıxa bilməmişik hələ. Ləvvaməyə keçənməmişik. Hələ nəfsi mütməinə var. Ki, belə ancaq yuxudur da. Yəni, baxırsan ki, bu günümüzdə, bu vaqiyyədə, bu ortamdan getmir söhbət. Ümumi bu, yəni, ortamda, bu şəhərdə o mümkünsüz bir şeydir. O mümtəinə şeyinə çatmaq. Nəfsi mütməinə, daha doğrusu. Ona görə Allah Azze və Cəllə bizlərə yardımcı olsun. Həqiqətən ondan muradımız budur ki, Rəbbimiz bizləri həqiqi mənada bütün xeyirlərin onun özündən olduğunu bilən qullarından etsin. Və bir dənə bu mövzu ilə bağlı da hədis rivayət edəcəm inşallah. Deməli, Əbu Şüreyh Hüveylid bin Amr Əl-Hüzayi radiyallahu anhu teala deyir ki, eşitdiyimə görə Rasulullah sallallahu aleyhi və səlləm Allaha və axirət gününə inanan misafirinə haqqı olan şeyi ikram etsin dedi. Sahabələr, bayaq dediyimiz hədisin daha açıq formasıdır. Ya Rasulallah, misafirin haqqı nədir? Deyə soruşdular. Rasulullah da sallallahu aleyhi və səlləm onu bir gecə və gündüz misafir etmək, misafirə ikram isə 3 gün olub, bundan sonrası sədəqədir cavabını verdi. Yəni, qonağın sənin evində 3 gün yeməsi, içməsi, qalması ki, burada şübhəsiz ki, müsəlmandan gedir söhbət, qalması onun sənin üzərində olan haqqıdır. Ondan sonrası Allah Rasulü buyurur ki, sədəqiyə girir. Ona görə Allahdan qorxmaq lazımdır bu xüsusda və yenə deyirəm, işi Allaha qaytarıb, Allahdan bildiyimiz təqdirdə inşallah ki, üzü ağ şəkildə bu məsələdən çıxmış olacaq. Və İmam Nəvəvi rahmetullahi aleyh yaxşı işləri müjdələməklə bağlı mövzuda, dərs mövzusunda bizlərə ayət cəllələrdən birisini çatdırır. Zümər surəsinin ayətidir ki, Rəbbimiz buyurur ki, وَبَشِّرْ عِبَادِ الَّذ۪ينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ O halda sözü dinləyib də ən gözəlinə tabi olan qullarımı müjdələ. Yəni, sözü dinləyib ən gözəlinə tabi olan qullarımı müjdələ. Sözün ən gözəli ümumiyyətlə alimlərimiz tərəfindən ilk olaraq göstərilən əsas qövl olan La ilahə illallahdır. Ən gözəli budur. Ümumiyyətlə sözü dinləyib ən gözəlinə tabi olmaq ayətin mənasından sənsə, sən söz dinləyərsən, ümumi nəsiyyət dinləyərsən. Həmən nəsiyyətin içərisində bir neçə dənə argumentlər olar ki, sənə verilmiş olan əqil xüsusiyyətindən, fitrətindən dolayı, yəni sən bir əqilsən, ağıl edənsən, fitrətindən dolayı sən onun şəriətə müvafiq olduğunu ayırt eləyərsən. Sünnətə vaqif olduğunu ayırt eləyərsən.
və özünün də edə biləcəyini, yəni o bacarığın səndə olduğu potensialını da fəhm eləyərsən ki, bu potensial məndə var. Sünnə üzərində hasil olmuş bir əməldir və şəriətə müvafiqdir. Və mən bunu edə bilərəm. Ən gözəli olaraq onu oradan götürərsən və icra edərsən. Və yaxud da bir neçə digər bir arqumentdə, bir neçə sözlər deyilər ki, bunların heç biri şəriətə müvafiq olmaz. Mütəfəkkirlər deyir, heç biri şəriətə müvafiq olmaz. Lakin bunda bir beis də olmaz. Yəni, mübah bir əməldir. Amma onların içərisində gözəl olanı var ki, onun içərisində, o sözün içərisində əfzəllik xüsusiyyəti, müstəhəblik xüsusiyyəti, özü ilə bərabər sünnəyə tabi olma, yəni sünnənin səvabı, ondan sonra Quranın ışıltısı, Quranın dadı, rəngi, qoxusu və səni nicata doğru aparacaq bir əməlin olduğunu ayırt eləyərsən və onu həyatına yansıdarsan, sirayət elətdirərsən. Ona görə Allah Əzzə və Cəllə deyir ki, sözü dinləyin, axıra qədər dinləyin. Nə deyirlərsə desinlər, onu axıra qədər dinləyin. Yəni, nəsiyyət formasında, təklif formasında. Keçən dəfə necə dedik? Dinləmə ədəbində. Qarşı tərəfi dinləyəcəksən. Argumentlərini, əgər onunla debat halındasansa, əgər onunla müzakirə halındasansa, argumentlərini qeyd edəcəksən və bir-bir ona elmin çatırsa cavab verəcəksən. Və yaxud da verə bilən bir adamı gətirəcəksən, ona cavab verəcək. Ona görə sözü dinləyin buyurur. Yenə də ayət-i cəllə deyir, dinləyin və ən gözəlinə tabi olan, sözü dinləyib də ən gözəlinə tabi olan qullarımı müjdələ. Dinləmək lazımdır, gözəlini seçmək lazımdır, sonra ona tabi olmaq lazımdır. Ki Allah Azze ve Celle bununla bağlı bizlərə müjdə verir. Və ayətlər müjdə ilə bağlı burada çoxdur. Rəbləri onları öz qatından rəhmət olacaq, içlərində əbədi qalacağı cənnətlə müjdələdi. Müjdələr çoxdur ki, bu ayətləri əlhamdülillah hamımız bilirik. Biz də ona mülayim bir oğul müjdələdik. Bu da Zəkəriyyə əleyhissalam üçün enən Yahyanın müjdəsidir. Və bəşşirnəhu bi quləmin həlim. Daha doğrusu Saffat surəsində gəlir. Bu İbrahim əleyhissalam üçün müjdədir, İsmailin müjdəsidir. Və bayaq dediyimiz kimi İbrahimi müjdələyən yenə mələklər və Lut'a xəbərdar eləyən. Və qardaşlar, bu qonağı gözəl şəkildə qarşılamaq, qonağı gözəl şəkildə yola salmaq da həmən Allah Azze ve Celle'nin rızasına isabət edən müjdələrdən birisidir ki, baxın, hamımızın bildiyi, beləsi bir ayda da zikr etməyə özümə borc bildiyim bir hədisdir. Bir qonaq gəlir, insanlardan birisi gəlir, diyarın qırağından, yəni Mədinənin çölündən insanlardan birisi gəlir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin yanına yaxınlaşır və ona deyir ki, ey Allahın Resulü, nə qalacaq yerim var, nə yiyəcək yeməyim. Qalacaq yeri tapmaq asandır. Onsuz da orada Sufa var, Sufa mədrəsəsi. Orada miskin insanlar qalırlar, ondan sonra səfərdə olanlar qalırlar. Kasıb təbəqənin insanları, əfəndilərimiz qalırlar orada, radiyallahu anhum cəmiyyən əcmən. Onlar qalırlar orada. Onsuz da o qalacaq yer tapmaq asandır. Mühacirlər üçün daha asandır. Başlarını qoyurlar qayanın üstünə, yatırdılar adamlar torpağın üstündə. Lakin bir qıtlıq dönəmi var idi ki, o Allah Rasuluna və böyük təbəqə sahabəyə isabət eləmişdi. Hansı ki, Nəbi sallallahu aleyhi və səlləm o qonağı yedirtmək üçün bütün xanımlarına, zövcələrinə xəbər göndərdi. Lakin hamısından eyni cavabı aldı.
and olsun səni peyğəmbər olaraq göndərən Allaha ki, evdə bir tikə belə yemək yoxdur. Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, bu qonağı, Allah-u Teala'nın bu qonağını kim evinə aparar və ona ikram edir? Ya Talha bin Ubeydullah'dır ya da Talha ibn Abdullah. O ikisindən biridir. Yəni əshabdır, fərqi yoxdur, adın önəmi yoxdur. Əməlin önəmi var. Aparır evinə. Yoldaşına deyir ki, evdə yeməyə bir şeylər var mı? Deyir, sənlə mənə yoxdur, lakin uşaqların yeyə biləcəyi qədər bir qədər şey var. Deyir, uşaqları yatızdır. Uşaqları yatızdır. Sonra çırağı söndür, sönmüş kimi söndür. Bilməsin qonaq. Ondan sonra deyir, nə varsa, o uşaqların yeyə biləcəyi nə varsa, onu həm bizim qabımıza çəkilmiş kimi göstər, amma bütün hamısını da, yəni onsa bir qədər bir şeydir də, bir böyük kişini yeyib Allah üçün doya biləcəyi qədər bir şeydir. Onun qabına əlavə elə, onun qabına çək. Və bizlər deyir, yemək yermiş kimi deyir, qaşığımızı qabımıza bıraq, o rahatlıqla yeməyi yesin. Bu əməli, bu feili icra edirlər. Fəcrdə gəlirlər Allah Resulü sallallahu aleyhi ve sellemin yanına, qonaq yeyir də, yatır da, gözəl şəkildə qarşılanır. Allah Resulü sallallahu aleyhi ve sellem baxır həmin sahabə əfəndimizə, deyir, Allahu Akbar deyir, sən dünən axşam deyir, nə etdin deyir. Bilirsiniz də sahabə işadan sonra Resulullahın əmri ilə gedirlər evlərinə. Deyir, siz daha doğrusu dünən axşam nə etdiniz deyir. Ki Allah bundan xoşnut oldu və mələklərin yanında sizlə deyir, öyündü deyir. Sizlə mələklərin yanında deyir, öyündü deyir, sevindi. Yəni sizi mələklərə göstərdi. Baxın, bunlar mənim qullarımdır deyir. Allaha deyir, tabiri caizse deyir. Təbəssüm etdirdiniz deyir, xoşnut etdirdiniz. Xoşnut oldu Allah. Qardaşlar, biz öncə də danışmışıq. Bizim hər halımız Allah-u Teala'nın qatında bilinəndir. Ona görə niyə görə məhz Rəbbimizi Subhanahu və Teala xoşnut etməyək? Niyə görə tabiri caizse üzüntüsünə səbəb olaraq? Və biz bilirik ki, bizim əməllərimiz Rasulullah sallallahu aleyhi və səlləmə də ümməti olduğumuzdan dolayı bildirilir. Və rivayət olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bundan çox üzüntü içində olur. Çox üzüntü içində olur. Ümmətinin hələ də İştəqdül ixvəni dediyi, qardaşlarım üçün darıxmışam dediyi, o qardaşlarının bu durumun içində olduğundan xəbərdar olan bir peyğəmbər necə məyus olur? Özü üçün məyus olmayan bir insan, ümməti üçün məyus olur sallallahu aleyhi və səlləm. Ona görə bütün haqları haqq sahiblərinə qaytararaq, bütün əməlləri kamil formasına niyyət edib də, gücümüz çatan qədər icra eləyərək, Allaha yaxınlaşıb, Subhanahu və Teala, Resulü sallallahu aleyhi və səlləmə ittiba edərək, həm Allahı xoşnut edə bilərik, həm də Resulullah sallallahu aleyhi və səlləmə xoşnut edə bilərik. Ki, sabah cümədir, onu xoşnut etmənin yollarından birisi, çoxlu bol salavat zikr eləməkdir və onun özünə çatacağının yəqinində olaraq gözəl şəkildə salavatı zikr eləməkdir. Xirtdəyimizdən aşağı keçəcək şəkildə, aşağı keçdiyi zaman sədrimizi genişləndirəcək şəkildə salavatı zikr eləmək lazımdır. Bizi qovalayan yoxdur. 5 dənə deyək, 10 dənə deyək, kamil formada deyək. Mələklər götürdü ağzımızdan, apardılar ona. O şəkildə deyək və ondan da aldılar salamı bizə gətirdilər. Ki, inandığı qədərin Allah onun üzərinə hasil edir. İnandığı qədərin. Baxın, səhər axşam zikirlərində nə deyir? Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, kim inanaraq səhər və axşam zikirlərini eləyərsə, ki, onların içində bəziləri var ki, deyir, bunu etdikdən sonra gecə yatar və ölüm onun nəfsinə daddırlarsa, o şübhəsiz ki, cənnətdədir. İnanmaq və inanaraq etmək lazımdır. Allah Azza və Cəllə bizləri inanaraq əməl edən qullarına eləsin. Allah Azza və Cəllə bizlərin elmin də yəqininə, ondan sonra
haqqında yəqininə vaqif olan qullarından etsin. Və bizləri günlərin seyidi olan cüməyə qovuşturmağını Rəbbimizdən təmənni edirik. Onun bərəkətini, onun feyzini, onun rəhmətini həm özümüzün, həm əhlimizin, həm mənsubu olduğum ailəmizin və ailənin böyüklərinin üzərinə hasil etməyini Rəbbimiz Subhanahu wa Ta'aladan təmənni edirik. Allah Azze ve Celle ölən müsəlman yaxınlarımıza rəhmət eləsin. Qalanlarını hidayət üzərə etsin və ömürlərinə xeyir üzərə bərəkət versin. Və burada bizləri bir araya topladığı kimi Firdevs-ül A'lədə də bir araya toplamasını yenə Rəbbimizdən təmənni edirik. Rəbbimiz bizlərə bunu çox görməsin. Allahümmə amin və elhamdülillahi rabbil alemin.